Hədislər çox yer ayırır. Kişi evə daxil olur, hədis buyurur ki, ilk növbədə xanım onu qarşılamalı və ona öz hörmətini, məhəbbətini ifadə eləməlidir. Bilməm, niyə deyir qadın? Ya, insan psixologiyasını yəqin tanıyıb da Əhl-i Beyt. Çünki Allah yaradıb insanı tanıyır, onlara da məlumat verib. Deməli, burada nəsə var. İndi gedib psixoloqlara da müraciət eləsək, deyəcəklər ki, qadının ilk addım atması, kişi evə daxil olanda onu sevindirən, onu xoşhal edən hərəkət eləməsi daha müsbət təsir qoyur. Yoxsa kişi gəlib evə daxil olub, qadın öz işində də heç xəbər yoxdur kim gəldi, kim getdi. Uşaq da öz işində, qadın da öz işində. Yox, kişi evə daxil oldu, ana ilk olaraq reaksiya verməlidir. Gəlməlidir, onu qarşılamalıdır. Nə işi varsa əlindən qoy. Uşaq da görür axı bunu. Uşaq ehtiram öyrənir, anadan öyrənir. Sonra bilirsiniz, həm ataya ehtiram, həm imama ehtiram. Bilirsiniz, qəribə məsələdir. Belə bir psixoloji məqam var. Ailədə ata hörmətlidirsə, uşaqlar əlinin vilayətinə daha çox bağlanır. Görün nə qədər incə məqam var. Ona görə xalqı əlinin vilayətindən ayırmaq üçün əlinin əleyhinə təbliğat aparmırlar. Başqa şəkildə ailədə kişinin dəyəri düşdüsə, cəmiyyətdə vilayətin dəyəri düşür. Əhl-i Beytə, imama bağlılığın dərəcəsi azalır. Çox sıx bağlı məsələlərdir.